Əsl əxlaqsızlıq millətin illərlə zəhmət çəkib tikdiyi mülkü evdə sakinlər ola-ola hücum eləyib dağıtmaqdır. Əsl əxlaqsızlıq dövlətin ən ali strukturu olan məhkəmənin qərarını heçə saymaq, puluna bəlkə də yaxın ətrafına güvənib xuliqanlıq eləməkdir. Bəli, bunun adı xuliqanlıqdır. Azərbaycan Respublikasının konstitusiyası ilə qorunan mülkiyyətə hücum eləyib, evdə yaşayanlara xəsarət yetirməyin başqa adı varsa, bilək. Tikinti şirkəti deyir ki, ev yəhsi bizim ödədiyimiz kompensasiyanı qəbul eləməyib, evdən çıxmağa razılaşmayıb və s. Birincisi, vətəndaşın belə bir hüququ var. İkincisi, indiki dövrdə 5 mərtəbəli ev üçün 173 min manat təklif eləmək kompensasiya deyil, oğurluqdur. Üçüncüsü, siz cəmaatın sənədli sübutlu evinə hansı yolla sənədsiz damğası vururdunuz? Həqiqətən, bu qədər qanunsuzluq necə sistemləşdirilə bilir? Bu o deməkdir ki, kiminsə pulu və əlaqələri varsa, istənilən şəxsin mülkiyyətinə oğru damğası vurub əlindən ala bilər. Necə eləyək? Ev alanda, ev tikəndə o ehtimalı da düşünək ki, sabah hansısa oliqarx bura göz tikəcək ya yox. Belə çıxır ki, sabah kimsə bizdən evimizi istəyirsə, məhkəmə və hüquq da bizi qoruya bilməyəcək. Məsələ şükür ki, sosial şəbəkələrdə aktuallaşdı. Əvvəl işin icraçısı və ekskavatorun sürücüsü saxlanıldı, sonra isə tikinti şirkətinin rəhbəri. Ancaq sonuncusunun cəzası axıra qədər veriləcəkmi, yoxsa yenə hansısa dırnaqarası kompensasiya ödənişi ilə canını qurtaracaq? Bəs şirkətin fəaliyyəti necə? Melisa Qrup barədə illərdir saysız hesabsız şikayətlər var. Bugünə qədər göz yumulur. Bu dəfəki isə həyəcan təbilidir. Bu kimi hallar əgər bağışlanarsa, davamlı olacaq. Mütləq davamlı olacaq. Xüsusən Azərbaycan qanunvericiliyinə, məhkəmə hökmünə, konstitusiyanın tələbinə hörmətsizlik eləyən, sadə cəmaatı özündən aşağı bilən şəxs və şirkətlər varlanmağa davam eləyərsə, özünü sabah dövlətdən də üstün biləcək. Onlara o şərait yaradılmamalı, bu ölkənin sütunu olan qanunları heçə sayanlar ağır cəzalandırılmalıdır. Cəmiyyət və mediada bu cür məsələləri davamlı diqqətdə saxlamalıdır. Çünki bir ay sonra hadisə unudulanda cinayətkar gizlincə azadlığa buraxılarsa, bu onun kimilərə də qol-qanad olacaq.